Ey zalimlar! Qulaq asın, siz körpələrin qanını tökdünüz, siz anaları fəryad içində qoydunuz, siz anaları övladsız, övladları anasız qoydunuz. Amma bilin, Allah sizin hər addımınızı, hər nəfəsinizi, hər niyyətinizi görür. Siz elə bilirsiniz, dünya sizin əlinizdədir? Xeyr, dünya yalnız bir imtihandır. Siz isə böyük bir günah içindəsiz. Bir gün sizin də qanınız axacaq. Siz mərd deyilsiniz. Silahsız insanları, körpələri, qadınları öldürmək insanlıqdan çıxmaqdır. Bu ən pis vəhşilikdir. Siz insan deyilsiz. Siz yalnız vəhşiləşmiş köpəklər kimi yaşayan it sürüsüsüz. Allah sizin bu alçaqlığınızı açıq-aşkar üzünüzə vuracaq. Siz insanlıqdan qopmusuz, amma Allah sizi heç vaxt unutmur. Qisas günü gələcək, o gün mütləq gələcək. O gün yetimlərin göz yaşı sizdən sorulacaq. O gün anaların fəryadı sizi qorxudacaq. O gün körpələrin qanı üzünüzə sıçrayacaq. Heç bir bəhanəniz olmayacaq. Heç bir silah, heç bir pul, heç bir güc sizi xilas etməyəcək. Heç bir insan sizi müdafiə etməyəcək. Qiyamət günü siz yalnız və çarəsiz qalacaqsınız. Ey uşaq qatilləri, ey anaları göz yaşı içində qoyan namərdlər, Allah sizin üzünüzü qara eləsin, gözünüzün nuru sönsün. Axıtdığınız körpə qanlarına görə Allah sizin qanınızı axıtsın. Siz anaları ağlatdınız, Allah sizin evinizi fəryadla doldursun. Siz körpələri yetim qoydunuz, Allah sizin nəslinizi kəssin, adınızı lənətlə xatırlatsın. Siz mərd deyilsiz, siz kişi deyilsiz. Siz zülm etdiniz, zülmün altında qalacaqsınız. Siz qan tökdünüz, qanınızda boğulacaqsınız. İnsanları acılıqdan, susuzluqdan öldürdünüz. Yedikləriniz zəhəriniz olsun. Qiyamət günü gəldikdə sizin heç bir bəhanəniz olmayacaq. O gün sizə rəhm olunmayacaq. Sizin kimi vəhşiləşmişlərə ağrılı, acılı əzab olacaq. Amma siz, ey məzlumlar, əmin olun, sizin ağlamaqlarınızı, fəryadlarınızı Allah eşidir. Siz səbr edin, Allah sizin səbrinizi görür. Siz ümidinizi itirməyin, çünki Allahın yardımı yaxındır. Heç bir zülm yerdə qalmayacaq, heç bir qan boşa getməyəcək. Öldürülən heç bir körpə və heç bir qadın unudulmayacaq. Aclıqdan can verən insanlar cənnət neymətlərindən nuşicanlıqla yeyib içərkən, o insanların qatillərinə cəhənnəmdə qaynar su, murdar irinlər içirdiləcək. Qiyamət günü məzlumların haqqı alınacaq. Allah zalimin hər bir damla qanını soracaq, hər bir göz yaşını hesablayacaq. Və bir gün bu dünyada belə onlardan qisas alınacaq. Yetər ki, imanınızdan dönməyin, dua etməkdən yorulmayın. Ey qardaşlar, bacılar, ey müsəlmanlar, heç vaxt qorxmayın, heç vaxt təslim olmayın. Zalimların gücü yalmışdı, zalimin yolu onları məhvə aparır. Allahın yardımı yaxındır, qisas gələcək. Göz yaşları torpaqda qalmaz, qan yerdə qalmaz, haqq əbədi qalacaq, ədalət gecikmiş kimi görünə bilər. Amma o bir gün mütləq gələcək.